Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsində sizlere çok güzel şəxsi bir dənə həyat evimizin çəkilişinə gəlmişəm. Değerli dostlarım, qiyməti 115 minə 121 nömrəli məktəb düz mərkəzdə, senterdə qəşəng bir həyat evimizin çəkilişindəyik inşallah. Evin bir dənə yataq otağı var ki, girdim bir dənə nümayiş üçün elə belə bir dənə baxdım. Elə bir dənə zaldır dostlar. Çox qəşəngdir, qiyməti 115 mindir. Aşağı padval, hündür boy veren padvalı var. Yerden 17-18 yaşın üstünde. Paket kupça, gaz, su, ışıq, bütün kommunallar hamımızı hazırdır. Dostlar, məhləsi də yaşıllıq bir məhlədir. Gözəl bir məhləsi var. Asfalt yol, qapının ağzı düz asfalt değerli izleyiciler. Evimizde gördüğünüz bu evde. Qəşəng şiferi var giriş hissəsindən. Su sayğacı, gaz sayğacı, ışıq sayğacı hamısı tam qaydasında. Dostlar, qapısının düz çölünə kimi həyət tam etdənibdir. Mükəmməl ev istəyənlər, axtaranlar məncə bu fürsəti əldən qaçırtmasınlar. İndi isə daxil oluram evimizin həyətinə. Dostlar, həyəti bax belə şəxsi tikilidir. Ev mükəmməl, super bir evdir, hündürdür gördüyünüz kimi. Hər bir kommunallar var, həyətinə maşın girir. Evimizin arkasına, böğrüne necə lazımdır rahat bir formada keçmək olur değerli izleyiciler. Her yeri de gördüğünüz kimi tam etlənib, bağ yeri saxlanılıbdır. Ağac əkmək üçün evimizin arka istiqamətində də gördüğünüz kimi yer var. Evin dört bir tərəfini gəzmək olur. Nabalçaları atılıbdır, her şey hazırdır. Ev şəxsi neçə ilin tikilisi olubdur dostlar. Yaşayışlı ev olub, indi hal-hazırda boşaldılıb satılır. Real qiymətdə. Təklif eləyənlər buyursunlar. Qiymət endirim olunacaq dostlar. Evimiz tank kimi bir evdə. Aşağı padval hissəsini istəyirəm ilk göstərəm. Qoy qırağı da göstərim. Görürsünüz hər tərəfinə keçid var. Padvalla tanış olağın dostlar. Bura evin birinci mərtəbə padval hissəsidir. Betonu görürsünüz değerli izləyicilər. Qəşəng betonlanıbdır. Tumbalar kaldırılıbdır. Evin altı boyha boydu. Boy verir. Atmaları qalın atmalardır. Şəxsi tikilidir. Havalandırmaların hamısı yeri var dostlar gördüğünüz kimi. Evimiz kombi xətlərinin yerləri burdandır. Bax, kombinin yerləri hamısı atılıbdır. Su xəttinin çıxışı buradan atılıbdır. Dostlar, kombi xətləri var, amma kombinin özü yoxdur. Evdə şəxsi evdə. Kombin yeri çəkiblər. Görünür ki, burada usta yeni çəkibdir. Ev şəxsi oturulmuş, möhkəm, qəşəng evdə. Dostlar, keçirəm evimizin içinə. Gəlin bura. Ya Allah'ın adı. Evimiz yerdən kürsünü hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 daş. 2 daş da əlavə yerdəndir. Evin damına çıxış yeri var. Daxil olaq. Buradan evin damına çıxış yeri. Ev koridor sistemlidir gördüğünüz kimi. Çox səliqəlidir, aboylanıbdır, hər şey hazır. Kombi xətləri göründüyü kimi çəkilibdir. Evin bir dənə mətbəx hissəsinə girək. Dostlar, böyük bir otaq. Böyük bir otaqdır, mətbəx sayılmır. Məhlə yaşayışlı məhlədir. Gördüyünüz kimi. Otağı çox səliqəlidir. Otaq demək olar mətbəxdir, amma otaq sayılır da geniş iridir. Televizor yerinə qədər hamısı mövcuddur. Evimizin keçirəm qonaq otağına. Dostlar, bura qonaq otağımızdır. Gördüğünüz kimi çok geniş, büyük, iri bir qonaq otağıdır, evin zalı var. Çox mükəmməldir, səliqəlidir. Real alıcılar, bax belə bir fürsət hər dəfə ələ keçmir. Qiymət 115 minə. Paket kupça, böyük bir dənə ev. Bura evimizin dostlar yataq otağıdır ki, çox böyük bir yataq otağıdır. Yani istəsəniz zalı buranı yaxud oranı polnu bir formada eləyə bilərsiniz. Çox geniş, iridir. Həqiqətən də qiyməti çox münasib qiymətdir. Yeri çox qəşəng yerdir. Sənəti əla, paket kupçadır. Evimizin bura digər otağıdır dostlar. Gördüyünüz kimi burada çox səliqəli bir otaqdır. Yani geniş, enli pəncərələr də qoyulubdur iki tərəfdən.
ve evimizin dostlar sancar qovşağı. Gördüğünüz kimi evimizin sancar qovşağı da buradır. Yəni belə bir səliqəli kabinetlə olunub. Aksesuarları yoxdur. Dostlar qiymətdə razılaşma yeri olacaq. Qiymətdə razılaşma yeri olacaq. Mütləq belə bir ev almaq istəyənlər səhifədə əlaqə nömrələri ilə əlaqə saxlasınlar. İnşallah ki Allah hər kəsin xeyrini versin. Başlanğıcda gördüyünüz kimi nömrəsi, evin sənəti, qiyməti haqqında bütün məlumatlar düşür. Kimlər bir ev istəyirsə müraciət eləsinlər. Paket kupça, sənəti əla, yeri gözəl, mənim mərkəzi hər dəfə ələ keçmir. Allah xeyir versin inşallah. Kim alsa Allah xeyrini görsün. Amin.